Salam əməkdaş dostlar, bugünkü videomda sizə bu balaca CoinEx birjasını göstərəcəm. Hansı ki, hal-hazırda heç bir vəziyyətdə reklam videosu deyil. Sadəcə olaraq bu mənim işlətdiyim bir birjadır, hansını ki mən ara-sıra işlədirəm və nə üçün işlətdiyimi göstərəcəm. Ola bilsin ki, bu kiməsə çox lazım olacaq. Əsasən bu birjanı mən istifadə edirəm Ethereum alanda və yaxud qızıl aktivi alanda. Yəni qızıl aktivi birlikçi PaxG adlanır. Baxın, bu birjada bu var və PaxG biz burada istənilən vaxt bu qızıl aktivini ala bilərik. Baxın, gördüyünüz kimi qrafik izadə hər şey qaydasında. Baxın, hətta B düyməsi var burada. Yəni mən artıq bu günə alış eləmişəm və alış elədiyim kərə dedim hələ qoy bir dənə də video çəkim bu haqda. Niyə məhz bu birjadan mən qızıl aktivini almağı üstün tuturam? Çünki bu birjadan qızıl aktivini aldıqdan sonra mən BCS bir birjada kripto saxlamıram. Çünki bu mənim artıq öz istəyimdir və mən birjalara etibar etmədiyimə görə bu bütün birjalara aiddir. İstəyir Binance olsun, istəyir CoinEx olsun, istəyir Luboy birjası olsun. Mən əsasən cüzdanda hansısa bir varlıqları saxlamağı, yəni coinlər saxlamağı məsləhət edirəm özümə. Ona görə də məhz belə edirəm. Nə edirəm? Mən həmişə bu birjaya girirəm və buradan $50, $70 belə gələcəyə qızıl aktivini alıram. PaxG adlanan aktivi alıram və niyə məhz buradan alıram onu göstərəcəm dostlar. Burada baxın biz normalda çıxarışa girəndə hətta ERC20 tipində çıxarışlar burada demək olacaq qəpik quruş komissiyadır. Biz sizə USDT-ni ERC20 ilə biz çıxanda ERC20 deyək. ERC20 mən deyirəm, kimsinsə ERC20 ola bilər. Yəni ERC20 də desək edər. ERC20 məsələn çıxardığında görürsünüz 8 sentdir komissiya. Digər birjalarda biz bilirik ki, ERC20-yə nəsə çıxartdım $1, $3, $5 komissiyadır. Burada isə ERC20, yəni Ethereum blockchain-i YBTC deyirəm, CoinEx birjası ilə daha yaxşı belə deyək də inteqrasiya olduğuna görə, çünki YBTC dediyim kimi bayaqki söz, YBTC hovuzu ümumiyyətlə CoinEx birjasına əsasən partnyordur və mən məsəl üçün 6 il 7 il bundan qabaq mining eləyəndə məhz bu birjaya çəkirdim. Bitcoin, Ethereumları məhz bu birjaya mining eləyirdim və burada məsəl üçün USDT-yə dəyişib özüm üçün çəkirdim. Və burada ERC20 ümumiyyətlə çox ideal təşkil olunub. BEP20 zat da komissiyaları azdır, Avalanche zat. Və burada hətta bəziləri var ki, CSG var, məsələn, Plasma var, bunlara ümumiyyətlə komissiya yoxdur, Polkadot, Access Hub var, komissiya yoxdur. ERC20 formatında burada 8 sent. Və Pax Gold da, yəni bizim bu qızıl aktivini də mən hər dəfə buradan çəkəndə, çünki mən hər dəfə məsəl üçün $50 alıram, $30 alıram, $20 gələcək yatırım kimi qızılı da alırıq. Yəni qızılın özünü bilirsiniz də bazarda alıb satmaq elə sərf eləmir. Yəni bildiyimiz kolxoz bazarından gedir söhbət, yəni adi bazarda alıb satmaq, amma kripto bazarda sərfəlidir çünki sən komissiyada itirmirsən və neçəyə alırsansa bazar qiymətinə ətsə daha sonra o qiymətə sata bilirsən. Burada isə nədir? Pax Gold bizdə ERC20-yə çıxarış eləmək olur və görürsünüz 8 sentdir komissiya. Yəni biz məsəl üçün $100 qızıl çıxardırıqca cəmi 8 sent burada itirik və bu həqiqətən də əgər siz belə deyək də 3 gündən bir, 4 gündən bir $30, $40 qızıl aktivinə yatırım eləyirsinizsə, sizin üçün bu 8 sentlər vacib ola bilər. Niyə də çox komissiya $1, $2 niyə də hər dəfə ödəyəsən? Məsələn, sən tutaq ki, $20 qızıl alırsan və onu çıxardanda $1 komissiyaya gedir. Yəni bu təbii ki, sərfəli deyil. Sən çünki 3 gündən sonra təzədən $1 və sən hər dəfə $1, $2 ödəməkdənsə elə 8 sent və yaxud 7 sent. Burada dinamik olaraq dəyişir. Ethereum blockchain-in fiyləri azalanda ümumiyyətlə azalır. Bəzən 4-5 sentəcən düşə bilir. Hal-hazırda bugünkü də 8-dir. Maksimum olarla 15 sentəcən, amma çox olmaz. Və həmçinin də Ethereum-un özünü də həmçinin alanda bu birjadan niyə alıram? Bu birjadan almağımın səbəbi də məhz bax budur. Çıxarış, yəni ERC20 formatına çıxarış, yəni blockchain-də çıxarış 3 sent komissiyadır. Yəni bu çox aşağı komissiyadır, çox ideal komissiyadır, yəni çox sərfəlidir və buna görə də bu birjanı məsəl üçün bu məqsədlərlə, yəni buradan qızıl almaq və yaxud Ethereum almaq məqsədi ilə istifadə edə bilərsiniz. Bitcoin burada çox sərfəli deyil. Mən Bitcoin-in komissiyalarına baxdım, elə də sərfəli deyil. Yəni Bitcoin komissiyaları çoxdur, başqa birjalar daha azdır, 8.73 çoxdur həqiqətən də. Ola bilsin ki, bunlarda Bitcoin hələ ki normal inteqrasiya eləmir. Digər coinlər isə adi birjalarda necədirsə, demək olar ki, elə bir coinlərdir. Məsələn, belə deyək də komissiyalardır. Litecoin üzrə məsəl üçün baxsaq komissiya 7 sent, məsəl üçün Zcash üzrə baxsaq komissiya, məsəl üçün hal-hazırda bilirsiniz Zcash partlayıb 41 sent. Yəni belə, bildiyimiz normal birjalarda olan komissiyalardır. Sadəcə olaraq burada yəni ideal vəziyyət odur və həmçinin də deyirəm ki, uşaqlar, məndə altda referral link var. Ondan da istifadə edən təbii ki, burada xərclədiyiniz alış-veriş komissiyalarının 50% özünüzə qayıdacaq. Hansılar ki, mənə fee kimi gəlir, onlar da sizin özünüzə qayıdacaq. Ona görə də bu birjanı belə deyək də yüngülvari ikinci dərəcəli bir birja kimi istifadə edə bilərsiniz. Harada ki, siz məsəl üçün USDT-ni USDC-yə çevirmək və yaxud qızıl almağı və yaxud Ethereum almağı yəni daha ucuz qiymətə eləyə bilərsiniz. Belə dostlar, ümid edirəm video xoşunuza gəldi. Like edib öz kommentlərinizi yazın. Növbəti videolar haqqında da ideyalarınız varsa təbii ki, videonun altında mütləq şəkildə qeyd edin. Sağ olun, gələn görüşənədək.